Sonra istəyib keçsin bu tərəfə. Məqsəd də biləsiniz də, məqsəd bundan ibarət ki, bu Azərbaycanı tamam boşaldıb, Bakıda paytaxt olsun, Böyük Ermənistan dövləti yaradılsın. Dərbənddə də gözləri vardı, onlar Dərbəndi bu gün də sübut eləmək istəyirlər ki, bu əski erməni şəhəridir. Və beləliklə sərhəddə qədər buranı təmizləyib, cəmaatı qırıb, Hamazəs də çox aydın deyir də, mənə göstəriş veriblər, Şah dağı ilə Xəzər dənizi arasında bir adam sağ qalmayacaq. İndi bu bizim tariximizin, biz buna göre geldik. Bu konferansı ona göre burada keçirdik ki, bizim fikrimiz yoktu gelecekte, ancak ağlaşma bura. Xalq silahsız olsa da, onları böyük dövlətlər müdafiə eləsə də, arkasında Rusiya, Avropa dursa da, cəmaat əlində olan az-çox silahı ilə, bax burada ermənilərin qabağını saxladılar. Hamazaspın burnunu ilk dəfə burada əzişdirdilər. Ve bunlar da doğru değiller. Burada qazıntı aparılsa, bu dəfə nə qədər cəsəd qalıqları hem bir tərəfdən, hem de o bir tərəfdən ola bilər. Amma bizim için bura müqəddəs bir yerdir. Soyqırımı cəlladının qabağı burada saxlanılıb və buradan o yana bizim cənnət kimi bu torpaqlarımıza keçə bilməyiblər. Özdə buradakı bu qələbə bizim cəmaatımızın hamısının qələbəsidir. Qubanda cəmaatı var. Ləzgi cəmaatı, Qusarın da cəmaatı var. İçərisində Azərbaycan türkü də var. Yəni vətəni birlikdə qoruyublar. Biz də istəyirik ki, bu dərsi keçək ki, bu torpaqları birlikdə qorumaq lazım. Təkcə buranı yox, Türk, İslam dünyasının torpaqlarının hamısını. İslam dünyası gərək birləşsin. Onlarda belə bir fikir yox idi, heç kəsin pasportunu soruşmurdular. Adam öldürmək ustasıdır, məhv eləmək hamını. Və birinci növbədə İslam dinini aradan götürmək. Bax, bu gün də o işlər gedir dünyada. Ona görə də İslam ümmətinin birləşməyi son dərəcə zəruridir. Biz birləşməsək, bax görürsünüz, İraqın başına nə iş gətirdilər, Suriya nə vəziyyətdədir, Pakistan, Əfqanistan, hamısı bizim İslam dünyasının torpaqlarıdır. Ona görə də bura təkcə bizim üçün yox, Türk İslam dünyası üçün müqəddəs bir yerdir. Müqəddəs bir yerdir və burada arxalı düşmənin, böyük dövlətlərin müdafiə elədiyi düşmənin, təpədən dırnağa qədər sağlanmış düşməni, xalq, əli yalan xalq qabağını saxlayır. Qəhrəmanlıq budur. Ona görə də biz gələcəkdə harada bu cür müqavimət olubsa, konferanslarımızı orada keçirəcəyik. Qoy xalq bilsin ki, biz müqavimət göstərmişik. Ben burada yada salmaq istəyirəm, bizim qeyrətli kişilər olub. Məsələn, ermənilərin bu qırha-qır vaxtında bizim yarayan adamlarımızı aradan götürəndə Gəncədə Difai Partiyası yaratdılar. Gəncədə Difai Partiyası yaratdılar. Difai Partiyası qılınç üstündə. Yəni siz bizi qırırsınız, biz də sizin yarayan adamlarınızı məhv edəcəyik. Onunla deyim ki, o Difai Partiyasının üzvlərindən biri də Gəncənin Şeyxülislamı idi. Şeyxülislam da partiyaya girmişdi. Və ermənilərin bu quldurların hamısının öldürülməsini iştirak elədi. Sonra ermənilər başladılar yalvarmağa ki, biz silahı yerə qoyuruq, siz də qoyun yerə. Yəni düşmənə müqavimət göstərildi. Ona görə də biz Allah qoysa Gəncədə də, Qarabağda torpaqlarımız alınanda orada bizim generallarımız olub, Xosrov Paşa və Sultanov. Sultan bəy Andraniki dəfələrlə məğlub eləyib dərələrdə. Nal şəkilli onun əməliyyatları planı var. O yerlərdə də Allah qoysa onları torpaqları düşməndən təmizləyəndə bu şeyləri biz orada da keçirəcəyik, konferansları. Yəni qələbə yerlərində keçirəcəyik ki, bizi əzmək, məhv eləmək mümkün deyil. Bax, buranın çox böyük tarixi əhəmiyyəti var. Mən də bu yeri cəmaatın yanında bildirmək istəyirəm ki, mən bütün gücümü qoyacağım ki, burada bir yerdə bir xatirə lövhəsi olsun. Xatirə lövhəsi olsun ki, ötən, keçən, ora bir gül qoysun. Şam yandıran şam yandırsın, dua eləyən dua eləsin. Amma mən çox arzu edirəm ki, o işlərin hamısını görməklə yanaşı ora çatanda desin ki, siz bizə zülm edirsiniz. Biz də sizin ananızı ağladacağıq. Yəni, bax, bu lazımdır bizə. Onsuz da onlar burada qırılan hamısı qırılıb, əsir alınan alınıb, axırıncı adama kimi. Buradan geri heç kimi bırakmamışıq. Görürsən ki, bax. Geri bırakmamışıq. Burada əsir alınır. Qırılan qırılıb. Tam üstünlüklə, qələbə ilə başa çatdırmışıq. Ona görə də bax bu, mən o Qusardakı abidəni də çox qiymətləndirirəm. O yerə sancılmış qılınçdır. İş görüldü, düşmənin başı əzildi, qılıncı sancdıq yerə.
Gələrsiniz, gən də cavabınızı verərik. Ona söz yok. Bax bu cür. Allah burada canlı vətən yolunda qurban eləyənlərin hamısına rəhmət eləsin. Mənim də sizin hər birinizdən ən böyük arzum ondan ibarətdir ki, şəhidlərimizə rəhmət oxumaqla, ondan sonra salavat çevirməklə bununla kifayətlənməyək. Dualarımızdan biri də xalqımıza olsun ki, biz bu qanı yerdə qoymayacağıq. Bax, bu lazımdır bizə. Sağ olun. Sen geçmek istediler. Öyle ki böyle bizim burada bazı koca karılara onlar çok zulüm eləyiblər. Elə bir vəziyyətdə eləyiblər ki, deməli mən onları desəm saçlarınız biz durar. Tarzı koca karını 90 yaşında. Представляете, вот такое-то дело. Böyle bir şey olur. Onda da bütün kişiler yığılıblar burada axırıncısına ki bu kadar da gerçek hamısını kırıblar. Ve böyle bir şey olur. Buradan oyuna bir Ermeni kesmiyor. Amaçları neymiş? Topraklar almak. Ha? Topraklar almakmış məqsədləri. Da onlar burada öz devletini yaratmak maksadi var. Onlar öz Təxmini nə qədər insan olmuş? Təxminlə, yox, mən təxminlə deyə bilmərəm, yalan danışmaram, amma ağsaqqalların, qocaların eşitdiyimə görə burada çox olub. Nizami burada olar da bir 500 nəfər. 500 nəfərdən də çox olub da. Çox sağ ol. 500 Ya da onlar da çox olub. Peki Bakıdan Bakı tərəfdən gəlibsiniz. Bu tərəfdən Bakıdan. Bakıya giriblər, Bakıdan gəliblər. Bəli, Bakıdan Bakı. Onlar niye Azerbaycanlılar orada qabağını kesmeyiblər? Bakıdan buraya gelene kadar. Onlar niye Azerbaycanlılar orada qabağını kesmeyiblər? Bakıdan buraya gelene kadar. Bura biz biraz nə deyirlər, dağ adamıyıq. Buranın her şeyini biz yaxşı bilirik. Bu hangi illerde? Bu olub 1905-ci illərdə də. Bizden sonra Bilkent Sukucu falan 1905-ci illərdə. Burada biz bu ərazini yaxşı bilirik. Bir də ki dağ adamı biraz 1918-də. 18-də də olub, 5-də də olub. Buradakı 2 dəfə qırğın olub. Bəli. Birinci qırğın bahsi danışdım. 5-də də olub bu ərazi. Bax bu dərə. Mən bu da sizi aparıb orada arxları göstərsəm, orada sümüklər, Qubanın məzarı kimi sümük var aşağıda. Var. Конечно. Şəkillər də var. Şəkil yoxdur, onu amma göstərə bilərəm, qazıntılar göstərir. Teşekkürler. Bu faktdır, burada yalan yoktur. Ona göre ki buradan oyuna gitmeyip, ben bir de derim hanım, burada biz buranın ərazisini yaxşı bildiğimiz için, birleştiğimiz için, orada ne terdirler? Öğrenmişsiniz de. O gördüğümüz, onların törətdiyi işleri gözlerimiz gördüğü için, qəzəbimizdən her şeyi öz yerine koyduk. Onlar Azerbaycan taraftan oraya kıra öldüre gelmişler. Bəli. Gizli çıkmışlar. Gelip buraya. Bəli. Doğruşevi. Şamxal. Latif Şamxazın, Latif Şamxal yazıyor. Aydemir Ulkayımı. Ya, Çin Şirin kızılız. Doğru. Size Dilbaz Galasanal gelmedi. Gidişiniz Dilbaz. Yusra Vakım, Ya. Ömerov. Kısa. Ömerov. Aydemirov, Dilbaz. Sevdayım abi. Zazne restoran söyledi tam za. Ha. Zajuvat Familiya Aydemirov. Ömerov. Ömerov Şamxal Adiloğlu.